Sanki hər kəs bir fürsət gözləyir ki, dinə qarşı bir nifrətini göstərsin. Din dəyərdir. Bu, din qorxusu, dinə nifrət hardan yarandı bu xalqda? Əsrlər boyu bu xalq din sevgisi ilə yaşadı. Böyüklər burada əyləşiblər. Sovetlər dönəmində, dinsizlik bildiyimiz bir dönəmdə ibadət eləməyən insanlar, şərab içən insanların belə dinə, dindara bir ehtiramı var idi. Bir ruhanı görürdülər, ayağa qalxırdılar. Bu hansı təbliğatdır bu günlər aparılır? Bu cəmiyyətin ailə dəyərlərini məhv eləyir, xalqın dəyərlərini məhv eləyir, mənəvi dəyərlərimizi məhv eləyir. Və əlbəttə, hər kəs bu şeydə diqqətli olmalıdır, bu məsələlərdə hər kəs mühafizəkar olmalıdır ki, biz dəyərlərimizi qorumalıyıq. Ailə dəyərlərimizi qorumalıyıq, milli dəyərlərimizi qorumalıyıq, dini dəyərlərimizi qorumalıyıq. Bunlar əmanətdir və bir xalqın ayaqda durması üçün şərtdir bunlar.